Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mayın 12-sində Acıqabul və Neftçala rayonlarının bəzi qəsəbə və kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Xəbər verilir ki, bu barədə Azəriqaz İstehsalat Birliyinin Salyan rayonu Salyan Regional Qaz İstismar İdarəsindən məlumat verilib. Bildirilib ki, görüləcək təmin işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatılana-dək Acıqabul rayonu Muğam qəsəbəsinin, həmçinin Neftçala rayonu Boyat və Balıcalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bakıda hamamdan meyit tapılıb. Xəbər verilir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb. 89 yaşlı Zamirat Xasritovna Xadikovanın meyiti yaşadığı evin hamam otağında aşkar edilib. Meyitin üzərində soraşlı əlamətləri olmayıb. Araşdırma aparılır.